Proqnozlara görə fırtına zəif və ya orta gücdə olacaq. Bir neçə günlük sakitlikdən sonra yer kürəsində yenidən maqnit fırtınası gözlənilir. Turkistan.az məlumat verir ki, bu haqda Britaniya Geoloji Xidməti məlumat paylaşıb. Alimlərin bildirdiyinə görə, hazırda günəş küləyinin sürəti yüksək olsa da, yerdəki geomaqnit vəziyyəti sabitdir. Lakin bu uzun sürməyəcək. Biz günəşin tac dəliyindən gələn əlavə yüksək sürətli axının 17-18 yanvar tarixlərində yerə təsir edəcəyini gözləyirik, deyə kosmik hava sinoptikləri bildirir. Meteo Agent portalı da təsdiq edir ki, yanvarın 17-sində KIPI indeksi 5-ə və daha yuxarı səviyyəyə qalxacaq. Bu, zəif də ya orta dərəcəli maqnit fırtınasından xəbər verir. Hazırda bu fırtınanın nə qədər davam edəcəyi haqda dəqiq məlumat verilmir. Maqnit fırtınaları geomaqnit sahəsinin aktivliyinin artdığı dövrlərdir və hesab olunur ki, bu zaman insanların əhval-ruhiyyəsi və iş qabiliyyəti mənfi təsirlənə bilər. Bu günləri daha rahat keçirmək üçün aşağıdakı qaydalara əməl etmək vacibdir. Yuxu rejimi. Kifayət qədər dincəlin və orqanizmi həddindən artıq yükləməyin. Maye qəbulu. Bol miqdarda təmiz su içmək tövsiyə edilir. Qidalanma. Kofe və alkoqol qəbulunu azaldın. Ağır yeməklərdən qaçın. Stressdən uzaq durun. Əsəb gərginliyindən və yorğunluqdan qorunmağa çalışın. Açıq hava. Təmiz havada sakit gəzintilər və mülayim fiziki aktivlik faydalıdır. Xroniki xəstəliklər. Xroniki xəstəliyi olan şəxslər səhhətlərinə daha diqqətli yanaşmalı və ehtiyac yaranarsa yüklənməni minimuma indirməlidirlər. Balanslaşdırılmış qidalanma və istirahət orqanizmin geomaqnit dəyişikliklərinə daha tez uyğunlaşmasına kömək edir.